20 yanvar tariximizdə ən qanlı günlərdən biri olub. Amma bu günü hal-hazırda qanlı yanvar kimi qeyd etsək də, qürur mənbəyi kimi, həm də azadlıq mübarizəsi kimi qeyd edirik və bugünkü müstəqilliyimizi, bugünkü azadlığımızı məhz belə 20 yanvar şəhidlərinə də borcluyuq. 20 yanvar hadisəsinin özünə məxsus xüsusiyyəti odur ki, tankların qarşısında insanlar əl-yalın olmasına baxmayaraq öz fikirlərindən geri dönmədilər. Bəzən insan hər hansı bir qorxu qarşısında öz fakt işini belə canlandıra bilmir, geriyə çəkilir. Amma Azərbaycan şəhidləri tankın, topun, silahların qarşısında mərdliklə ilə durdular və Azərbaycan müstəqilliyinə gedən yolu açdılar. Heç vaxt bunu unutmayın və bizlər öz tariximizi dərindən bilməliyik ki, hər zaman düşmənlərimizin qabağında dik duraq. Allah şəhidlərimizi rəhmət eləsin, ruhları şad olsun.